Gəl sənə bir sual verim. Dünyanı nə qədər tanıyırsan? Və ya pasportunda neçə ölkənin möhrü var, ya da xəyalında neçə fərqli şəhərin küçələrində gəzmisən? Fərq etməz. Çünki indi eşidəcəyin bəzi şeylər var ki, nə səyahət kitablarında yazılıb, nə də sənə məktəbdə öyrədilib. Təsəvvür et bir ölkədəsən, hər şey qaydasında görünür, insanlar gülür, şəhər sakitdir. Amma qəfil bir xəbərdarlıq eşidirsən. Burada saqqız çeynəmək qadağandır. Gülümsəyirsən, elə bir zarafat edirlər. Amma bu zarafat deyil, həqiqətdir. Bugün səninlə birlikdə dünyanın ən qəribə ölkələrinə səyahət edəcəyik. Sənə elə qanunlardan danışacağam ki, bəziləri səni güldürəcək, bəziləri isə bu necə ola bilər axı sualını dedizdirəcək. Əgər sən də belə maraqlı, nadir və qəribə faktlarla dolu videoları sevirsənsə, indi elə bu anda kanala abunə ol və videonu bəyənib şərtlə fikirlərini bildir. Singapur dünyanın ən təmiz şəhərlərindən biri kimi tanınır. Amma təmizlik təsadüfi deyil. Arxasında çox sərt qaydalar var. 1992-ci ildən etibarən Singapur hökuməti saqqız satışını və çeynəməsini qadağan edib. Bəli, yanlış eşitmədin. Burada saqqız tapmaq demək olar mümkün deyil. Səbəb: İnsanlar saqqızı küçəyə, qatar qaplarına və liflərə yapışdırırdı. Və bu da böyük təmizləmə xərclərinə səbəb olurdu. Hökumət bu problemi kökündən həll etmək qərarına gəldi. İndi yalnız xüsusi tibbi səbəblərlə, məsələn siqareti tərk etmək üçün istifadə olunan saqqızlara icazə verilir və yalnız reseptlə verilir. Saqqızı yerə atsan, yüzlərlə dollar cərimə və ictimai işlərlə mükafatlandırılırsan. Singapurda təmizliyə o qədər ciddi yanaşılır ki, zibil atmaq və hətta küçədə tüpürmək də cinayət sayılır. İndi gedək bir fərqli ölkəyə. İslandiyada uşağınıza istədiyiniz adı verə bilməzsiniz. Burada ad komitəsi adlanan rəsmi qurum var. Bu komitə adların dilin qrammatikasına, mədəniyyətinə və tələffüzünə uyğun olub-olmadığını yoxlayır. Məsələn, ad İsland dilində hallanmalı, tələffüz baxımından problem yaratmamalı və təkraramiz məna daşımamalıdır. Əgər siyahıda alınmayan bir adı seçsəniz, valideyn olaraq müraciət etməlisiniz və komitənin qərarını gözləməlisiniz. Bəzən valideynlər populyar xarici adlar qoymaq istəyir, amma rədd cavabı alırlar. Bu qayda ilə İslandiya öz dili və mədəniyyətini qoruyur. Sənin uşağın Batman adlana bilməz, amma Snorri və ya Bjorn rahatlıqla mümkündür. İranda kişilərin saç düzümünə belə dövlət nəzarət edir. At quyruğu, mohak və ya qərb üslubunda olan saç düzümləri uyğunsuz hesab olunur. Hökumət bu saç düzümlərini qərb mədəniyyətinin təsiri adlandırır və hər il bir siyahı dərc edərək hansı saç modellərinin qadağan olduğunu elan edir. Bərbərlər bu siyahıya riayət etməlidirlər. Əks halda salonları bağlana və ya cərimələnə bilərlər. İran bu yolla gənclər arasında qərb mədəniyyətinin yayılmasının qarşısını almağa çalışır. Belə çıxır ki, İranda sadəcə geyim deyil, saçda siyasət. Samorka meydanını ziyarət edən turistlərin bir çoxu göyərçinlərlə şəkil çəkdirməyə can atır. Amma Venesiya hökuməti artıq bu romantik görüntülərin arxasında böyük bir təhlükə olduğunu anlayıb. Göyərçinlərin çoxalması şəhərin tarixi abidələrinə ziyan vurur. Onların tullantıları mərmərləri çollayır və struktura zərər verir. Bu səbəbdən göyərçinləri yemləmək qəti qadağandır. Bu qaydanı pozanlar yüzlərlə avro cərimə tətbiq olunur. Beləliklə Venesiya şəhərini qorumaq üçün göyərçinlərin yeməklə bəslənməsi yox, nəsli azaldılmağa çalışılır. Bu ölkədə qəribəlik adi haldır. Amma gülmək qadağandır cümləsi gerçəkdir. Milli yas günlərində, xüsusilə Kim Jong-un ata və babasının ölüm günlərində insanların gülməsi, əylənməsi, alkoqol içməsi və hətta televizora baxması belə qadağandır. Bu günlərdə xalq yas saxlamalı və dövlətin təyin etdiyi davranış qaydalarını əməl etməlidir. Qanunu pozanlar həbs edilə və ya işgəncələrə məruz qala bilər. Burada nə azadlıq, nə də təbəssüm həqiqətən sərbəst deyil. İsveçrədə bəzi binalarda gecə saatlarında tualetdə sifon çəkmək qadağandır. Səbəb çox sadədir. Bu səsin qonşulara narahatlıq yaratması, xüsusilə çoxmənzilli binalarda bu qayda bina daxili razılaşma kimi tətbiq olunur. Əgər kiminsə tualetindən gecə su axını səsi gəlirsə, bu qonşuluq mədəniyyətinə zidd sayılır və şikayət oluna bilər. İsveçrəlilər üçün rahatlıq və sakitlik o qədər vacibdir ki, tualet vərdişlərini belə hüquqla nizama salıblar.
Avstraliyada piyada olaraq gecə küçədə gedirsənsə və reflektorlu geyim yoxdursa, təhlükə altındasan və qanunu pozursan. Yol polisi bunu çox ciddi nəzarətdə saxlayır. Məqsəd qəzalardan qorunmaqdır. Piyada olaraq görünə bilmirsənsə, sürücülər səni görə bilməz. Bu qanun sayəsində yol qəzalarının sayı ciddi şəkildə azaldılıb. Qaranlıqda parlamasan, cərimələnə bilərsən. Ən maraqlısı, Avstraliyada parlaq moda sadəcə stil deyil, həyat tərzidir. Filippində bir dəfə evləndinsə, artıq o münasibətdən çıxmaq çox çətindir. Burada boşanma demək olar ki, qeyri-qanunidir. Qanun yalnız evliliyin ləğvi formasında imkan verir və bu proses həm bahalı, həm də illərlə çəkə bilər. Buna səbəb katolik dəyərlərdir. Filippin Cənubi-Şərqi Asiyada katolikliyin ən güclü olduğu ölkələrdəndir. Bu səbəbdən hökumət boşanmanı hələ də rəsmiləşdirməyib. Bir çox insanlar buna görə xarici ölkələrdə boşanmağa çalışırlar. Yaponiya sağlam həyat tərzinin sadəcə təşviq etmir, qanunla tətbiq edir. 40 yaşdan yuxarı kişilərin və qadınların bel ölçüsü müəyyən limitdən çox olmamalıdır. Kişilər üçün 85 sm, qadınlar üçün isə 90 sm. Bu ölçüləri keçənlər cərimələnmir, amma işlədiyi şirkətə maliyyə cəzası verilir. Bu, Metabo qanunu adlanır və obezitenin qarşısını almaq üçün yaradılıb. Qanun demir ki, hər kəs model bədən olmalıdır, amma artıqlıq varsa, məsuliyyət də var mesajı çox aydındır. Sonunda bir şeyi unutma, dünya yalnız coğrafiyadan və sərhədlərdən ibarət deyil. Hər ölkənin qanunları, qaydaları və qəribəlikləri onun mədəniyyətinin aynasıdır. Bəzən güləcəksən, bəzən təcrübələnəcəksən. Bəzən isə bunu kim fikirləşib baxı, sualını özün-özünə verəcəksən. Amma nə olursa olsun, bu fərqliliklər dünyanı daha maraqlı və rəngarəng edir. Əgər sən də belə maraqlı faktları sevirsənsə və səyahət etməsən belə dünyanın sirlərini kəşf etmək istəyirsənsə, abunə ol, videonu bəyən və şərhlərdə sənə ən qəribə gələn qanunları bizimlə paylaş. Dünyanı birlikdə tanıyaq, bir qanun, bir hekayə, bir təbəssüm ilə. Sağ olun, sağ olun.